Mixail Bulgakovun İt ürəyi povesti 20-ci əsr Rus ədəbiyyatının ən kəskin, satirik və fəlsəfi əsərlərindən biri hesab olunur. Əsər zahirən bir elmi eksperimentdən bəhs etsə də, əslində insan olmağın mahiyyəti və məsuliyyəti haqqında dərin suallar qoyur. Hadisələr professor Preobrazhenskinin apardığı qeyri-adi təcrübə ətrafında cərəyan edir. Küçə iti olan Şari, insanın hipofizi və cinsi vəzləri köçürüldükdən sonra Şarikov adlı bir varlığa çevrilir. Lakin fiziki dəyişiklik mənəvi yüksəliş demək olmur. Şarikov savadsız, agresiv, məsuliyyətsiz və cəmiyyət üçün təhlükəli bir tipə çevrilir. Bulgakov bu obrazla göstərir ki, insanı insan eləyən bədən deyil, daxili dəyərlərdir. Bu nöqtədə əsəri Aristotelin insan anlayışı ilə bağlamaq mümkündür. Aristotelə görə insan zoopolitikondur. Yəni, yalnız yaşayan varlıq deyil, əxlaqi seçim edə bilən və cəmiyyət qarşısında məsuliyyət daşıyan bir varlıqdır. Şarikov isə cəmiyyət içində olsa da, onun mənəvi qaydalarından kənarda qalır və nəticədə dağıdıcı gücə çevrilir. Eyni zamanda əsər Jean-Jacques Rousseau'nun insanı korlayan cəmiyyətdir fikri ilə də maraqlı bir diyaloq yaradır. Bulgakov sanki bu ideyaya etiraz edir. Problem təkcə mühitdə deyil, insanın daxili hazırlığında və mənəvi yetkinliyindədir. Daxili formalaşma olmadan verilən azadlıq və imkanlar fəlakətə yol açır. İt ürəyi Sovet dövrünün yeni insan ideyasına yönəlmiş açıq və cəsarətli tənqiddir. Yazıcı göstərir ki, insanı zorla dəyişmək, onu ideoloji qəlbə salmaq mümkün deyil. Əgər mənəvi əsası yoxdursa, süni şəkildə yaradılan yeni insan cəmiyyət üçün təhlükə mənbəyinə çevrilir. Bulgakovun əsəri bu gün də aktuallığını qoruyur və oxucunu ciddi bir sual qarşısında qoyur. İnsan üçün doğulmaq kifayətlimi, yoxsa insan olmaq üçün mənəvi məsuliyyət qazanmaq lazımdır? Təbii ki, bu suallar bizi müxtəlif dövrlərdə, xüsusən də bugün xüsusilə düşündürməlidir.